Hə, bugünkü bilsiz nə ilə bağlı olacaq? Panik atak. Bu el ilində anidən şoka düşmə, soyuq tərləmə, ürək döyüntüsü şiddətli şəkildə və anidən sanki öləcəksən. Çox narahatdır, tez-tez ürək döyünür, titrəyirsən, nəfəs almırsan, boğulursan. Bunun bir dənə yolu var. O anda gözləri yumursan. 3-4 saniyə ürəyində say və nəfəs al. Asta-asta və yaxşı bir şeylər düşün. Səni elə bir son yaxşı bir şey nə etmisən? Düşünürsən və o an vəziyyətdən çıxacaqsan. Və niyə panik atak yaşayırsan? Bilirsən? O qədər stres aldın arda-arda, travma yaşadın və nəticədə panik atak yaradın. Və bu panik atak da hər zaman eyni formada qalmır. Azdan çoxa doğru artır, çoxdan aza doğru düşür. Və hansı hallarda? Azdan çoxa doğru artır ki, sən onun üstünə getmədiyin təqdirdə qaçırsan. Məsələn, filan mağazada, filan şirkətdə, filan çöldə bir daha panik atak yaşamısan. Ora getmədiyin müddətcə artacaq. Yox etmək lazımdır. Başqa yol yoxdur.